Vaxtınız xeyir olsun. 26 aprel 2026-cı il 9-cu sinif buraxılış 3-cü zona. Suallara baxaq. 27-ci sual belədir ki, şəhərdəki mərkəzə yaxın binalar təmir olundu cümləsində əlavə hansı cümlə üzvünə aiddir? 7 təmir olundu nə? Təmir olundu binalar. Hansı binalar şəhərdəki mərkəzə yaxın? Və təyin hansı sualına cavab verdiyinə görə demək təyin əlavəsidir. Cavab A bəndi. Hansı cümlədə bütün sözlərin yazışı və tələffüzü fərqlidir? Sınıq xıştırıqlı, ürək sevinməz. Bu da xıştırıqlı, bu da n və m keçəcək. Demək ki, də fərqli cavab A bəndi. Uzaq səfərə hazırlaşırdı. Bu görsən səfər sözündə heç bir fərqli yoxdur. Heç kəs sözündə fərqli yoxdur. Onun sözündə fərqli yoxdur. O birisine baxırıq. Gələn sözündə görsən yazılış və tələffüz fərqi yoxdur, demək cavab o deyil. Vətənimiz sözündə fərqli yoxdur. Verilmiş sözlərdən ümumi kimi işlənə bilən sözləri seçin. Burada cavab dönüş deyil, B bəndi deyil və buruq həm sifət, həm isim mənasında işlənə bilər. Dolu bir var, dolu qab mənasında, bir də var yağışın biraz bərk forması, dolu deyirik. Cavab D bəndi. Cəsarətli əsgərlər mükafatlandıran qayğıkeş insan ordu generalıdır. Ordu generalı idi kim? İnsan, hansı insan? Qayğıkeş insan. Hansı qayğıkeş insan? Cəsarətli əsgərləri mükafatlan. Təyin, mübtəda, xəbər. Təyin, mübtəda, xəbər. Cavab B bəndi olmalıdır. Edelven diaqramına əsasən altından xətt çəkilmiş hissələrə bağlı uyğunluğu. Altından xətt çəkilmiş bircə sözüdür, bir də məncə sözüdür. Edelven diaqramında deyir ki, qoşmadır. Futbol komandamız bircə xal, ikicə xal sayılan. Məsələn, burada say plus ədat olur. Say plus ədat. Məncə əvvəlində vergül olmadığına görə demək burada qədər qoşmadır. Burada əvəzlik plus qoşma olacaq. Qoşmadırsa demək altından xətt çəkilmiş cazədir. Yəni birində qoşmadır, birində ədatdır. Birinci demək ki, ədat olan variantda oldu. 2-yə A. Fikrin mənbəyini bildirir. Burada fikrin mənbəyini bildirən yoxdur. Cümlənin təsir gücünü artırır. Ədat demək ki, birincine aiddir. Birəcə. Qrammatik mənası var. Yəni köməkçi nitq hissəsi olduğuna görə qrammatik mənası vardır. Ortaq cəhət hər ikisi demək burada D yazılacaq. Leksik şəkildə bu da yanlışdır. Demək B ilə E ola bilməz. B ilə E olmayanda cavablarda görə çıxır, yoxsa çıxmır. Bax B ilə E olan variantları cavabdan silək. B ilə E olan variant. Demək ya B bəndi ya D bəndi qalır. Tapmışıq da 1-ə C, 2-yə A, 3-ə D bəndi olacaq. Əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu cümləsində altından xətt çəkilmiş sözlər. Burada əvvəl sözünün altından xətt çəkilib, burada da. Burada iclasdan çıxışlı hala qoşulduğuna görə burada da sonra qoşmadı. Əvvəl narazı. Bax, nə zaman əvvəl? Burada da zərf mənası. Zərf və qoşma. Hansı cümlədə sifət işlənməmişdir? Yenə o bağ olaydı, yenə o qumlu sahil. Məsələn, qumlu sahil. Hər yaşıl zəmidə, hansı yaşıl zəmidə. Kəndimizin hər tərəfində yaşıl çöllər. Necə çöllər? Yaşıl çöllər. Torpaqdan bahar qoxusu gəlir. Burada sifət yoxdur. O günkü güllərdən çəkildin kənar. Bu qərib halını qəmə yozlar. Hansı halını qərib halını? Burada sifətdir demək cavabımız D bəndi oldu. Verilmiş cümlələr əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Parçalanmış buludlar arasında tək-tük ulduz parıldayırdı. Belə bir vaxtda Hürü xanımın qapısını döydülər. 1945-ci ilin bürkülü may gecəsi idi. Doğrudur. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak edib. Baş üzv etmişdir. Baş üzvlər deyəndə uşaqlar mübtəda xəbər nə edirdi? Parıldayır. Nə parıldayırdı? Ulduz. Həqiqətən demək bir doğrudur. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxs cümlədir. Belə bir vaxtda Hürü xanımın qapısını döydülər. Bax, bu qeyri-müəyyən şəxs cümlədir. 1945-ci ilin bürkülü may gecəsi idisə bu şəxssiz cümlədir. Demək ki, yanlışdır uşaqlar. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Həqiqətən də şəxssiz cümlə olduğuna görə bu doğru fikirdir. Bizdən yanlış istəyir. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxsdir. Biz ikinci cümləyə nə demişdik? Qeyri-müəyyən şəxs. Həqiqətən demək yanlış budur. Yəni 1 və 4. Mış şəkilçisinin fe'l sifət şəkilçisi kimi işlənmədiyi nümunələr. Fe'l sifəti olacaqsa həmişə demişik hansı suala cavab verəcək. Mənim qızım oxumuş qızı. Necə? Hansı qız? Oxumuş qız. Burada demək
biri çıxırıq. Ağaclar dırmaşmış, dəcəl uşaq tək netmiş, dırmaşmış. Demək burada xəbərli şəkil çizmiş, yəni Facebook deyil. Xəbərli edirəm, üzrü sayın, dırmaşmaq, zaman şəkil çizmək. Düşünülməmiş addım. Necə addım? Düşünülməmiş. Burada da Facebook-dir. Süsənlər də o adamları görmüşmüş. Burada da Facebook şəkli deyil, etmiş, görmüş. Yatmışları razı deyirəm. Yatmış insanları. Hansı insanlar? Yatmış insanları. Bu da Facebook-də isimləşib. Demək cavabımız nədir? 2 və 4. Numune haqqında fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Burada nəqli cümlələrdən təşkil olunmuşdur. Həqiqətən nəqli cümlələrdən təşkil olunmuşdur. Deyir, tamamlıq və zəfli işlənmişdir. Yanlış fikirdir. Tərəfləri yalnız intonasiya ilə bağlanmışdır. Amma bağlayıcısı var. Bu da yanlışdır. Yalnız tabe ilə əlaqəsi işlənmişdir. Mən çox təkid etdim, amma o qəbul etmədi. Tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlə olduğuna görə bunun aslında tabesiz əlaqəsi də var. Demək cavab D bəndə səhvdir. Cümlə üzvlərdən biri söz birləşməsi ilə ifadə olunmuşdur. Bu da yanlış fikirdir. Burada söz birləşməsi yoxdur. Təkid etdim, qəbul etdim sözlərdə ya demişik, etmək, eləmək olmaq müstəqil söz birləşməsi yaratmır. 37-ci və 46-cı sual tapşırıqlarına baxaq. Kəndin ilk müəllimi. Bax, burada tanış olandan sonra mətndən də mətni tam oxumuram. Mətn üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Mətnin üzərində birə yazıb cığır. O birisi nə idi? Cığırla. Bir də ki, hansı sözümüz idi? Bir də aləm sözü. Aləm. Kontekstə görə istiqamət mənasında. Bu yanlış fikirdir. Çünki yol istiqamət məcazi mənada deməkdir. Məcazi mənadadır. Burada baxın, deyir, bu Puçaç o böyük qəhrəmanlıq göstərib kasıb uşaqlar üçün yeni bir aləm yaradır. Bu həqiqətən məcazi mənadır. Burada yazırıq 2-yə B bəndi. Bu əsər Azərbaycan yeni cığır açdı. Burada məcazi mənada işlənib. Deyir, bax, cümlədə kontekstdən fərqli mənada. Həqiqətən fərqli mənada. Bu cığır yol, dar yol mənasında deməkdir orada. İstiqamət mənasında 4 cavab olacaq 1-ə, burada olacaq C-ni götürəcəyik. Kəndin aşağısı ensiz və dar yollardan ibarət cümləsində ifadə etdiyi məna həqiqətən də elə 1-ə C-dir. Heyvanlar aləmi təbiətin ayrılmaz bir hissəsi cümləsində kontekstdəki eyni mənada işlənir. Bax, bu yanlış fikirdir. 1-ə olur B-C, 1-ə olur C-D, C-D, 2-ə oldu B bəndi. Hə, cavab B bəndidir burada. Mətn əsasən hansı hadisəni əsaslandırma mümkün deyil? Köhnə məktəbin yerinin bəyənilməməsini əsaslandırma mümkün deyil. Salmanın köhnə məktəb əsaslandırma mümkündür. Salmanın köhnə məktəb əvəzinə yeni tikdirməsini, bax, bu yoxdur mətndə. Kənd sakinlərinin dolanışığının yaxşı olmasını, kənd sakinlərinin vəziyyətinin dolanışığının yaxşı deyildi. Məktəb açılması üçün məhz Salmanın kəndə göndərilməsini, müəllimin heç bir vəsait istifadə etmən uşaqların oxumaq öyrətməsini. Bunu əsaslandırmaq mümkündür. Çünki bax, burada baxın cavaba var. Həqiqətən o bizə bildiklərin hamısını öyrədirdi. Yalnız 4 illik ibtidai təhsil alan bu oğlan əlinin altında heç bir dərslik adi əlifba kitabı olmadan cəsarət edib böyük bir işə girişə bilərdi. Demək, həqiqətən əsaslandırma mümkündür. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən. Hadisəni nəql edən şəxslə bağlı doğru fikir, Salmanla bağlı yanlış fikirdir. Salmanın açdığı məktəbdə təhsilləri onun yetirmələrindəndir. Həqiqətən düzdür. Digər sakinlərdən fərqli olaraq Salman tövlərini təmin edərək məktəbə çevirməkdə köməkdir. Bu yanlış fikirdir. Çünki onda uşağı heç burada yazılmayıb, həmən bir məlumat verilməyib. Salmanla bağlı yanlış fikirdir. Cəmaatın məktəb binası üçün təklif etdiyi yerə etirazını bildirir. Salmanla bağlı yanlış. Cəmaatın məktəb binası. Mən heç cəmaat məktəb binası orada təklif verməmişdi. Ona görə də bu 3-dür. Doğma kəndi. Bax, burada doğma kəndi yazır. Doğma kənd deyil. Cavabımız olaraq elə buradan 1, 3, 4 cavab budur. Demək, sakinlərin məktəb açılmasını xoş qarşılamaması onun üçün gözlənilməz. Həqiqətən də gözlənilməz olur. Baxın, burada deyir ki, karxımış halda soruşur ki, adamlar onun dediklərinə mat qalmışdı. Axı, bu gəlmə adam nə demək istəyir? Nəhayət, sakinlərdən biri sükutu pozdu. O məktəb bizim nəyimizə gərəkdir? Bizim çörəyimiz torpaqdan çıxır. Uşaqlarımız da belə yaşayacaqlar. Doğrudanmı siz uşaqlarınızın oxumasının əleyhinəsiniz? Salmanın gözləri onu
dövrə almış adamlara zilləyərək karıxmış halda soruşdu. Demək, həqiqətən də karıxmışdı. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Testi vardı, görəm bu testdə nə yazılmış olar, zəhmət olmasa. Burada yadımdan. Salmanın təəccübünə səbəb olan, bir də kənd cəmaatının təəccübünə səbəb olan olmalıdır orada. Testə baxın bir dənə. Kənd cəmaatının hadisəni nəql edən şəxs kənd cəmaatının təəccübünə səbəb olur. Kənd cəmaatının təəccübünə səbəb olan. Salmanın insanlar qarşısında etdiyi çıxış, bəli, 1. Hadisəni nəql edən şəxsin kəndə alim kimi qayıtması, xeyr, bu kənd cəmaatının təəccübünə səbəb olmur. Salmanın uşaqları təhsilə cəlb etmək istəri, bəli, kənd cəmaatının təəccübünə səbəb olur. Salmanın təəccübünə səbəb olan nə idi? Kənd cəmaatının təhsilə biganə münasibəti 100%, uşaqların oxumağa meyilli olmamaları, belə bir fikir yox idi. Bəzi sakinlərin məktəbinin təmirində ona kömək etməsi, xeyr, heç kim kömək etməmişdi. Cavabımız olur 1, 3, 4. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikir müəyyən edin. Sonuncu abzas deyir ki, aradan illər keçib, Salman artıq həyatda yoxdur. İndi mən kəndimizə alim olaraq qayıtmışam. Artıq köhnə məktəbdən əsər əlamət qalmamışdı. Yeni məktəb binasının açılışına həsr olunmuş tədbirdə fəxri yerdə əyləşmişəm. Artıq Artıq hamı inanır ki, Salmanın sövqündə giriş pusat çıxmayıb, böyük qəhrəmanlıq göstərib, kasıb uşaqlar üçün yerini bir aləm yaradıbdı. Zamanla kənd cəmaatının təhsilə olan münasibəti dəyişir. Həqiqətən də dəyişir. Müəllimin başlatdığı iş öz səmərəsini vermir. Yox, verir. Bax, bu yanlış fikirdir. Əvvəllər fikirləri xoş qarşılanmayan şəxs indi rəğbətlə xatırlanır. Həqiqətən doğru fikirdir, bizə yanlışları istəyir. Köhnə məktəb yenisi ilə əvəz olunur. Bu doğru fikirdir. Səbəbindən asılı olmayan təhsil alan şəxslər sonra da öz kəndinə qayıtmaq istəmirlər. Bu yanlış fikirdir. 2 və 5. Mətndə nöqtənin yerinə uyğun olan ifadə. Burada əl tutasınız, deyil mənə kömək eləyəsiniz. Sizdən xahiş edirəm, mənə kömək edəsiniz. Əl tutasınız. Biz gərək təpədəki tövləni təmir edək. Burada əl tutasınız olmalıdır uşaqlar. Hansı deyimlə mətndəki əsas fikri qüvvətləndirmə olar? Burada insanlar deyir, elmdən keçməyən yolun sonu qaranlıqdır. Həqiqətən bu mətnə uyğun fikirdir. Mətndə 44-cü sualı baxın. Mətndə əvvəlində işarə qoyulmuş əsasən cədvəl uyğun fikirlər müəyyən edin. Kontekstdə sözün mənası, bir də sözün qarşılığı. Burada karıxmış sözüdür. Karıxmış. Üç bucaq işarəsi olmalı idi. Karıxmış. Bir də ki baxın, yadımdan çıx. İşə girişə bilərdi. Bu da belə olmalı. Harada idi? İşə girişə bilərdi. Məcazi mənadadır. Bu da kvadrat işarəsinin yerindədir. Deyir ki, nə edəcəyini bilməmək, özünü itirmək bu karıxmaq mənasındadır. Sonra qardaşı atamın dediklərini eşidincə çaşıb qalmaq, karıxmaq deməkdir. 1, 2. Ciddiyyətlə bir işə başlamaq, yəni işə girişə bilərdimi? Ciddiyyətlə bir işə girişə bilərdimi? Cavabımız elə 1, 2, 4 olur. 45-ci və 46-cı suallarla bağlı bilmirəm. Mətn əsasən cədvələ doldurun. Mətn əsasında rəqəm yazın ifadələrin qarşılığını müəyyən edib müəyyənləşdirin. İndi qarşılığını yazmaq lazımdır. 45-46-cı suala bağlı sualları bilmirik. Sağ olun, təşəkkür edirəm.